Hörmətli mənim Facebook'da olan dostlarım, bildiyiniz kimi 2 gün bundan öncə mən sizə müraciət etdim və sizin suallara video vasitəsilə cavab verməyə hazır olduğumu qeyd etdim və sizdən mənə sizin narahat edən sualları göndərməyinizi xahiş etdim. Siz çox aktiv şəkildə mənə 100-dən çox suallar göndərmişsiniz. Mən bu sualları qruplaşdırmışam. 15-16 sual şəklində işləmişəm, hazırlamışam və o 15-16 suala cavab vermək niyyətindəyəm və bu cavablar çox ehtimal ki, hissə olacaq. Çünki verdiyi sualların həcmi çox həddən artıq böyükdür. Mən istəsəm də onlara çox qısa, konkret cavab verə bilmənəm. Çünki müəyyən izah tələb olunur. Birinci sual bu şəkildədir. Böhrandan çıxış yolları barədə danışın. Yaxın 6 ayda Azərbaycanı nələr gözləyir? Azərbaycanda işsizlər ordusu yaranıb. Xalq bilmir nə etsin. Müxalifətdən kimə bel bağlamaq olar? Sözün düzü bu çox belə ağır bir sualdır. Cavab vermək də, bu suala cavab vermək də o qədər də asan məsələ deyil. Ancaq sözsüz çalışıb özüm bildiyim kimi mən sizə bu sualın cavabını təqdim etmək istəyirəm. Bildiyiniz kimi Azərbaycanda insanların yaşayışı, iqtisadiyyat, büdcə birbaşa neftin eksportu, neftin qiyməti və neftdən gələn pulun üzərində qurulubdur. Yəni 70% yaşayış səviyyəsi, hətta mən deyərdim 80%-ə yaxın. Yaşayış birbaşa təbii sərvət neftə bağlanıb. Bu sözsüz belə bir bağlılıq çox təhlükəli bağlılıqdır. Çünki neftin qiymətinin düşməsi, istehsalının, yəni miqdarının azalması birbaşa insanların həyatının pisləşməsinə gətirib çıxardır və ondan xilas olmaq o qədər də asan məsələ deyil. Çünki xilas olmaq bir variant qalmır. Çünki bütün hər şey bağlanıbdır neftə. Siz bildiyiniz kimi mən 22 ildir, birinci daha 22 il bundan öncə çox qətiyyətlə qeyd eləmişəm ki, neftdən asılılıq bu Azərbaycanı fəlakətə gətirib çıxardacaq. Azərbaycan neftdən asılılığı gərək məsələn maksimum 10%-ə yendirər. Azərbaycanın neftdən asılı vəziyyətdə saxlayıb Azərbaycanın o biri istehsal sahələrini inkişaf etdirməmək sözün əsl mənasında həm işgüzarlığı azaldır insanlarda, həm belə deyək ki, ağlını işlədib pul qazanmaq xarakterinə zərbə vurur, mənəviyyətinə zərbə vurur, əxlaqına zərbə vurur, hər şeyə zərbə vurur. Ona görə də bir daha dünyanın belə xəritəsinə baxsanız, görərsiniz ki, neftdən ən azı asılı olan ölkələr və ən çox inkişaf etmiş ölkələrdir.
Əlbəttə, bunların içərisində müəyyən dərəcədə qanun qaydadan çıxmış ölkələr də var. Məsələn, Şimali Koreya. Nefti yoxdur, amma həyat da yoxdur. Çünki demokratiya yoxdur. Çünki insanlar azad deyil. Sadəcə olaraq elə bir ki, Şimali Koreya boyda bir ölkədə cəmaət hamısı həbsxanada yaşayır. Ona görə bu 6 ay müddətində Azərbaycanda vəziyyətin necə dəyişməsi birbaşa yenə neftdən asılıdır. Çünki bu 6 ay müddətində orada nefti əvəz edə biləcək nəsə yaratmaq mümkün deyil. 6 ay müddətində yox. Heç 6 il müddətində də bu işi görmək mümkün deyil. Yəni bu işi görməyə başlamaq lazımdır 1994, 95, 96-cı illərdən. Amma bu işə başlanmadı. Bu işə başlamaq lazımdır ki, neftin artıq çay kimi axdığı 2002, 2003, 2004, 2005-ci illərdən. Təəssüf yenə heç bir addım atılmadı bu istiqamətdə. Ona görə birbaşa asılıdır bu neftdən indi bu 6 ay müddətində. 6 ay müddətində neftin qiymətinin qalxmaq şansı yoxdur. Yəni neftin qiyməti dəyişəcək, dəyişə bilər. Neftin qiyməti məsələn belə deyək, 20 dollardan 45 dollara qədər dəyişə bilər. Əlbəttə Azərbaycan üçün yaxşı olardı olsun 40-45 dollar. Nə qədər 5 dollar da yuxarı olsa bir barelinin qiyməti Azərbaycan büdcəsi, Azərbaycan hökuməti üçün, Azərbaycan cəmaət üçün daha çox xeyirlidir, nəinki aşağı olması. Ancaq istənilən variantda Azərbaycanda həyat səviyyəsi hesablanıbdır 100 neftin barelinin, bir barelinin 100-120 dollar olmasına. Yəni Azərbaycanda məsələn deyək ki 2014-cü ildə yaşamaq üçün, o səviyyədə yaşamaq üçün gərək neftin qiyməti ola 100-120 dollar bir barelə. Ona görə də istər olsun 45 dollar, istər olsun 45 dollar olsa da belə, deməli Azərbaycanda həyat səviyyəsi 2014-cü illə müqayisədə hardasa 2 yarım daha aşağı düşəcək. Onun qarşısını almaq mümkün deyil. Bax, bu 6 ayda bunlar baş verəcək. İndi 6 ayda bu kəskin sürətdə belə həyat səviyyəsi aşağı düşməyəcək. Nəyə görə? Ona görə ki, bu illər ərzində, müəyyən bir illər ərzində, son 10 ildə belə deyək ki, Azərbaycan müəyyən bir neftin ixracına görə müəyyən bir valyuta rezervinə malikdir. Baxmayaraq ki, həmin bu 10 il ərzində o neftin valyuta rezervi indiki rezervdən 2 dəfə çox ola bilərdi. Əgər hökumət bu neftdən gələn pulları bu şəkildə, bu 10 il müddətində darmadağın etməsəydi. Sözün əsl mənasında hökumət bu neftdən gələn pullara bilirsiniz, elə bir düşmənçilik kimi mövqe tutdu. Yəni, məsələn, çox belə lazımsız o Avropa oyunlarına dəhşətli dərəcədə artıq pul xərclədi. O Avropa Eurovideniya deyilən konsert müsabiqəsinə həddən artıq çox pul xərclədi. Yəni, milyardlarla binalar tikdi, stadionlar tikdi və s. İndi onların hamısı qalıb, əksinə, heç birisi bir qəpik də xeyir vermir. Əksinə, onları saxlamaq üçün böyük pul tələb olunur. Heç nədən ildə 6 milyard dollarlıq inşaat işləri aparıldı. O,
yəni keçmə lazım olmayan inşaat işləri. Yəni 6 milyard dollara sərf edib o Bakı şəhərində o cür tikilmiş evlər və s. Əslində o xalqa bir xidmət edən məsələ deyil. Nə üçün o pullar xərcləndi? Məsələn, onların əvəzinə siz görün nə qədər sənaye, kənd təsərrüfat obyektləri tikib istehsalı artırmaq olardı. İndi həmin o istehsalın hesabına neftin qiymətinin aşağı düşməsinin elə bir böyük əhəmiyyəti olmaz. Təəssüf ki, bu işlərin hamısı heç biri görülmədi. Bu işlərin heç biri görülmədi. Nə üçün? Ona görə ki, həmin bu inşaatdır, həmin bu məhsul özümüzdə istehsal etmək əvəzinə gedib xaricdən alıb gətirmək, bunların hamısı korrupsiya və rüşvət üçün ən gözəl şərait yaradan obyektlərdir. Yəni, həmin bu inşaata məsələn, bu illər ərzində, məsələn, tutaq ki, 25 milyard dollar pul xərclənirsə, ya 30 milyard dollar. Deməli, onun 1 milyard dollarından artığı, 1 milyard yox, 10 milyard dollara yaxını, 10 milyon milyard dollara yaxın. Korrupsiya yolu ilə gedib ciblərə. Uğurlanıb, başqa sözlə. Ona görə bilirsiniz, yəni öz mənfəətləri xatirinə bu hökumət bu 10 il müddətində bu gələn pulları, bu neftdən gələn pulları bu belə talan-taraş etməsi ilə indiki o valyuta ehtiyatlarının sayını, ehtiyatının miqdarını hərdən artıq aşağı salıbdır. Və bu 6 ay müddətində sözsüz o valyuta ehtiyatları imkan verir ki, qismən ölkədə məsələn ərzaq mallarının qiymətini müəyyən bir səviyyədə saxlaya bilsin. Yəni, indiki səviyyədə, belə deyək. İndi bir qalxıb 40%, 50% və s. Amma dayanır. İndiki səviyyədə saxlaya bilməsə də, yəni bahalaşma daha çox da intensiv və böyük sürətlə getməyəcək. Həmin o ehtiyatların hesabına. Amma məsələ ondadır ki, bu ehtiyatlar ki, gəlib tükənir, ehtiyatlar gəlib tükənəndə həmin o qiymətlər avtomatik 10, 15, 20, 50, 100 dəfələrlə yuxarı qalxır. Yəni, pul tamamilə devalvasiya olur, məhv olur. İqtisadiyyat demək olar ki, sıfıra yenir. Bax, o valyuta, ehtiyat valyutanın aşağı düşməsi də bu belə bir təhlükə ilə Azərbaycanın çox yaxın müddətdə üzləşməsi ilə nəticələnəcək. Və bunu, mənim fikrimcə bunu gərək hökumət dərindən anlaya. Bilirsiniz, bunu dərindən anlaya və tədbir görə, real tədbir görə. Real tədbir deyəndə nədir real tədbir? Birinci növbədə korrupsiya, rüşvət gərək nöqtə qoyular. Bu gərək 5 ay bundan qabaq ona nöqtə qoymaq lazımdır. Amma yox, belə bir hadisə baş verir. Korrupsiya, rüşvət necə gedirdi? Elə də gedir. Əvvəl əsasən korrupsiya, rüşvətdə pulu manatla da alırdılar, indi manatla alan yoxdur. Bunların hamısı çevrilib valyutaya. Ya euro, ya da ki dollarla alınırdı. Rüşvətlər, korrupsiya. Belə bu əsas tədbirlərdən biridir. Bu belə bir işi görməməklə Azərbaycanda nəyə nail olmalıdır? Yenə əvvəlki qaydasında cəmaatdan pul soyulur, olmaz belə. Dayanmaq lazımdır. Bu çox təhlükəlidir. Bundan başqa
indi deyirlər monopoliya gərək, nə bilim, olmuyor, rəqabət gərək olmuyor və s. və s. Eyni şeyləri həm hökumət deyir, həm də müxalifət deyir. Yəni, indi bu müxalifətdən bəziləri deyir ki, mən hazıram bütün məsuliyyəti üzərimə götürəm, Azərbaycanı bu böhranlı vəziyyətdən çıxardım. Ya o birisi hansısa böhrandan çıxış yol xəritəsi düzəldir. Və orada dedikləri, yazdıqları nədən ibarətdir? Monopoliyanın qarşısını almaq, azad rəqabəti təmin eləmək, sonra demokratik seçkilər keçirmək, o demokratik seçkilər keçirmək ən axırdadır, əvvəldən deyilir. Və s. belə bir təşrifə sürürlər. Bu həmin şeyləri eynən, mən bilmirəm, müxalifətdə olan liderlər belə hesab edir ki, bunlar böhrandan çıxmaq yollarını göstərdilər və vəzifələri bitdi. Hökumət gərək bu işləri eləyər. Güya ki, hökumət başqa şey deyir. Hökumət də eyni şey deyir də. Hökumət də eyni şeyləri deyir. Bax, müxalifət dediyi böhrandan çıxış xəritəsini hökumət də deyir. Deyir ki, monopoliya gərək ləğv oluna, azad rəqabət bərpa olunmalıdır, kiçik biznes, orta biznes şərait yaradılmalıdır, azadlıq olmalıdır. Bu, həmin şeyləri hökumət də deyir. Bu gülüncdür. Onları demək bir şey deyil ki, monopoliya olmamalıdır. Bu təzə kəşf olunmuyor ki. Monopoliyanın olmaması barəsində 100 il bundan qabaq qərar qəbul olunub. 100 il bundan qabaq deyib ki, monopoliyanın olması və rəqabət onlar bir-birindən bağlı elementlərdir. 300 il bundan öncə qeyd olunur ki, rəqabət olmayan yerdə inkişaf ola bilməz. 300 il bundan qabaq deyilir. 100 il bundan qabaq konkret, yəni ki, Rockefeller bütün neft sektorunu öz əlinə keçəndə və özünün istədiyini dövlətə, cəmaata diktə edəndə, yəni ki, bu neftin hamısı mənimdir, istərəm bu qiymətə sataram, istərəm bu qiymətə sataram, belə bir hərəkətlərə yol verəndə həmin o monopoliyanın əleyhinə qanun qəbul olundu, monopoliya ola bilməz və nəticə etibarı ilə Rockefellerin bütün o neft gigantı parçalandı, 4-5 kompaniya parçalandı. Həmin o monopoliya qarşı mübarizə qanunun əsasında Microsoft, Bill Gates'in Microsoft'da bu yaxınlarda bir 10 il bundan qabaq o da parçalandırıldı. Yəni ki, bu monopoliyanı aradan götürmək lazımdır demək o təşvih deyil. O çoxdan deyilmiş şeydir. O monopoliyanı necə götürmək lazımdır? Bax, onu demək lazımdır. Onu nə hökumət deyir, nə də ki, müxalifət deyir. Bilmir. Ola bilər hökumət biraz bilir. Çünki onlar işin içərisindədir. Müxalifət ümumiyyətlə bilmir. Elə sözlü deyil. O monopoliyanı gərək aradan götürmək lazımdır. Biri hələ indiyə qədər demir ki, bu monopoliyanı nətər aradan götürmək lazımdır. Yaxud da korrupsiya olmamalıdır. Hələ bir dənə mən şəxsən eşitməmişim ki, bu korrupsiyanın qarşısını almaq nətər istəyirlər. Necə? Yəni, nə hökumətdən, nə də ki, müxalifətdən. Ona görə də, bilirsiniz, hansı tədbirləri demək asandır. O tədbirləri deyib yerinə yetirmək çətindir. Hansı yollardan istifadə edirsə, bax, orada əsas tələb olunur ağır. Yoxsa monopoliya olmamalıdır deməklə
Heç nəyə nail olmaz ki, gərək monopoliya real olmuyor. Gərək rəqabət real azad olur. Gərək kiçik biznes, orta biznes real işləmək şansına malik olan. Bunları görmək çətindir. Yoxsa onları sadalamaq heç nədir. Onu 100 il, 300 il bizdən qabaq sadalayıblar. O qutarıb gedib. Tamamilə qutarıb gedib. İndi ona görə də mənim üçün çox çətindir demək ki, bu müxalifətdən məsələn kim bu işi görə bilər? Bilirsiniz, məsələ ondadır ki, problemi nə qədər insan dərindən başa düşürsə, o problemin həllində daha çox ehtiyatlı olur. Və o problemin həlli üçün belə deyək ki, şüar tipli işlər görəcəyini deməyə çəkinir. Bu işi görmür. Çünki dərindən bilir. Amma ki, dərindən ki, problemin mahiyyətini, həlli yolunu bilmirsənsə, onda həmişə deyirsən ki, mən həll edəcəyim bu məsələni. Ona görə məsələn, deyə bilmənəm ki, mən gələcəm, yaxud da mən bu məsələləri o dəqiqə həll edəcəm. Bu mümkün deyil. Bu illüzyonist deyiləm ki, mən biləm, götürəm o parıldayan taxta və onun belə hərəkəti ilə iqtisadiyyatı dəyişdirəm. Əlbəttə, bu mümkün deyil. Orada ancaq o başqa məsələ ki, bəli, mən bu tədbirlərin həyata keçirilməsi yollarını bilirəm. Daha doğrusu bilirəm demək o da biraz böyük çıxır. Daha doğrusu belə deyək ki, hər halda o istiqamətdə iş görməyin yollarını bilirəm. Və hər halda qətiyyətim kifayət edir ki, mən bu işi görəm və gördürəm. Bəli, belə bir imkan var, məndə imkan var. Ona görə mənim üçün çox çətindir. İndi bu müxalifətə kiməsə üstünlük verəm, ya üstünlük verməyəm, kiminsə barəsində deyəm ki, bu bazarar ki, bu bazarmaz. Çox çətindir. Ancaq hər ehtimala qarşı istənilən variantda bugün həm istər müxalifət olsun, istər hökumət olsun, dərindən anlamalıdır ki, sözün əsl mənasında Azərbaycan xalqının vəziyyəti çox kəskin sürətdə ağırlaşa bilər və onun qarşısını almaq üçün gərək hökmən tədbirlər görə. Və bu tədbirlər də nədən ibarət olduğunu təqribən mən belə qlobal şəkildə sizə söylədim. Bu birinci suala cavabdır. Burada bir sual da var. Deməli, sual bundan ibarətdir. Rəsul bəy, mənim sualım olmasa da, amma bir xahişim var. Bunlar yeyib doyublar, gələn ad gələcək. Bunların siyasi təcrübəsi var. Bu tipli düşünən ölkə vətəndaşına, ölkədə kifayət qədər savadlı və gözü tox siyasətlərin olduğu barədə 2 dəqiqəlik müsahibə hazırlamağınızı xahiş edirəm. Bu da oradan sual, niyə görə bu sualı mən qeyd elədim, həqiqətən çoxlar, elə hökumətin özündən bir çoxlar deyir ki, daim biz yığdığımızı yığmışıq, bu gələn ac, yalavaşlar gəlib təzədən başlayacaqlar dağıtmağa və daha da pis olacaq. Belə bir fikir var. Mən indi o fikrin çox zərərli olduğunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələ ondadır ki, insanın gərək o
xislətində ola. Xalqı soymamaq, başqasından rüşvət almamaq, belə közü öz qabağına çəkmək. Gərək insan bu xislətində, xarakterində bu olmuyor. Yəni, insan xarakterdən gərək belə şeylərə yıxılmıyor. Yəni, düz yoldan getməyə cəhd eləməyə, onun xarakterində olsun. Əgər belə bir xarakter yoxdursa, əgər əvvəldən xislətində belə bir belə deyək, jüliklik özünə mühit mənbəyi tapıbsa, deməli bu işi sən görəcəksən. Deməli, belə insanların hakimiyyətə gəlməsi xalq üçün həqiqətən çox təhlükəlidir. O ki, qaldı ki, indiki, məsələn, hökumət ki, bunlar artıq yeyib, doyub, daha almayacaqlar. Mən sizə əmin edirəm ki, onların içərisində hətta əvvəllər xarakterində belə soyğunçuluq olmayan adamlar da bu qədər bu korrupsiya, rüşvətlə məşğul olandan sonra artıq onların şakərinə dönüb. Artıq onların xarakterindədir. Artıq onlar bu işi görmədən yaşaya bilmirlər. Özlərini xoşbəxt hiss edə bilmirlər. Ona görə də mən 100% sizə əminliklə deyirəm ki, həmin bunlar doyub artıq və bundan sonra bu işi görməyəcəklər, səhv ideyadır. Qəti surətdə buna inanmayın. Onlar necə davam edirdi, yenə də davam edəcək. Bugün də davam edirlər, sabah da davam edəcəklər. Ona görə də o korrupsiya, rüşvətə qarşı mübarizə elan etmələrinə baxmayaraq, bu elə bir istiqamətdə heç kim heç bir iş görmür. O ki, qaldı kimlər ki, bu adamların yerinə gəlsə, əksinə indi sıfırdan başlayıb daha çox pul alacaqlar, pul yığacaqlar filan peşməkan, o da qəti surətdə düzgün fikir deyil. Əgər o gələcək adamların xasiyyətində, xislətində, qabiliyyətində, qanacağında, tərbiyəsində bu yoxdursa, bu olmayacaq. Bu olmayacaq. Düzdür, o, məsələn, bu müxalifətdən olan bir çoxlarının belə bir, mən dediyim keyfiyyətlərə malik olmamasını təsdiqləyə bilmənəm. Mənim fikrimcə belə bir keyfiyyətlər yoxdur. Yəni, gələndə rüşvət alacaqlar. Ancaq onların hamısı elə xarakterli adamdır. Bu belə deyil. 100% belə deyil. Özdə ki, məsələ onda deyil. Məsələ ondadır ki, əgər bu gələnlər hansısa bir zorunla gələcəksə, deməli, sözsüz, əgər zorla gələcəksə, o işləri də görəcək. O hakimiyyətini saxlamaq üçün indiki hökumətdən də daha amansız rəftar edəcək cəmaatın. Əgər sizin seçiminizlə gəlsə o adam, mən 100% sizə əmin edirəm ki, o çatdırıb o sizin düşündüyünüz rüşvət səviyyəsində özünü qaldıra bilməyəcək. Çünki vaxt çatacaq, onu seçməyəcəksiniz. Ona görə də narahat olmayın. Yəni, gələnlər tək rüşvət azalacaq, yaxud korrupsiya ilə az məşğul olacaq. Gələnlər gərək bu işi ümumiyyətlə görməyə. Əgər o istiqamətə bir dənə addım atsa, onun aldığınız addımlar tezləşəcək. Bu məsələ də bundan ibarətdir. Suallardan biri, deməli, belədir. Orta və kiçik biznes nə deməkdir? Hökumət bu biznesi necə inkişaf etdirməlidir? Mən sizi əmin edirəm ki, bu Azərbaycanda
istər hökumətdən olsun, istər müxalifətdən olsun. 90% ümumiyyətlə bilmir bu orta biznes nədir, kiçik biznes nədir. Deməli, ona görə də o bilmədiklərinə görə ki, bu nə olan şeydir, ona görə də sözsüz onu inkişaf etdirməyi təsəvvürlərinə belə gətirə bilmirlər. Kiçik biznes nədir kiçik biznes? O ailədir. Məsələn, müəyyən bir bizneslə məşğul olur. Əsas ailə üzvləri ola bilər ondan başqa bir 10 nəfərə yaxında məsələn işçisi olsun. Məsələn. Orta biznes nədir? 100 nəfərə qədər işçisi olan özü ailəsindən başqa məsələn 20 nəfər, 30 nəfər, 50 nəfər, 100 nəfər işçisi olan bir biznesdir. Kiçik biznesdə, məsələn, biznesin sahibkarı, məsələn, ölkənin orta əmək haqqının 10 mislində təqribən mənfəət götürür ildə. Yəni ki, əgər ölkədə ildə qazanc, məsələn, 5.000 manatsa, ya 4.000 manatsa, bu 10 mislin, yəni ki, bu da 40.000 manat məsələn qazanır ildə. Orta biznesdə ondan bir 5 daha çox. Yəni ki, 40.000 bizə 40.000 vur 5'e parılsa 200.000 məsələn. Bunlar kiçik biznes, orta biznes deməkdir. İndi bunun inkişafı. Bunun inkişafı niyə yoxdur Azərbaycanda? Birinci ondan başlamaq lazım. Bunun inkişafı ona görə yoxdur ki, o kiçik biznesə ya orta biznesə girişmək istəyən şəxslərdən alınan rüşvətin miqdarı imkan vermir ki, bu insanlar gedib alın işlədib belə bir biznes qursunlar. Çünki belə bir biznesi qurur və verilən rüşvətin hesabına o ildə yenə orta Azərbaycanlıdan çox pul qazana bilmir, orta əmək haqqısı olan Azərbaycanlıdan. Və bundan əlavə, hələ bunun bir məsuliyyəti də var. Bu polisdir, nə bilim, prokurorluqdur, Milli Təhlükəsizlik Nazirliyinin o idarələri. İstənilən vaxt bunları həbs edə bilir. Yəni, azadlıqları təmiz əllərindən alınır. Ona görə sözsüz ki, bu adamlar onu yaratmırlar. Nə o orta biznesi yaradanlar bəlkə də bir balaca buna cəhd edirlər. Amma istənilən vaxtı icra başçısı, onun müavini, polis rəisi, prokurorluq, nə bilim, prezident aparatında kiməsə xoş gəlmirsə, onu onun əlindən alır. Onu ora qoyduğu kapitalı qaytarmır özünə. Və hələ bir səs eləsələr, aparır, salır zindana. Ona görə də bu əsas cəmiyyətin inkişafının, iqtisadiyyatının inkişafının əsas hərəkət verici qüvvəsi olan bu orta və kiçik bizneslər Azərbaycanda yox səviyyəsindədir. İndi o tədbirlər, məsələn, deyirik ki, bu 6 ayda nə eləməlidir? Ya bir ildə nə eləməlidir? Bu Azərbaycan hökuməti ki, müəyyən dərəcədə bu Azərbaycan xalqının düşdüyü vəziyyəti bir qədər yüngülləşdirsin. Tədbirlərdən biri də ondan ibarət olmalıdır ki, kiçik biznes və orta biznes azad olmalıdır o heç. Yəni ki, o yoxlamalar ki var ki, orada gediblər, həyata keçirirlər, bayaq saydığım təşkilatlar. Məsələn, 3 il müddətinə, 5 il müddətinə onlara qəti sürətdə məhdudiyyət qoymaq lazımdır ki, o bizneslərə yaxın düşə bilməsinlər. Məsələn, 50 metrdən də yaxın düşə bilməsinlər. Məsələn. Yəni, bir dənə, məsələn, təşkilat, belə deyək ki, məsələn, tutaq ki, Maliyyə Nazirliyindən, məsələn, ildə bir dəfə, ya 2 ildə bir dəfə kimsə gəlib yoxlaya bilsin. Əgər onu inkişaf etdirmək istəyirlərsə, yəni ki,
bayaq birinci sualda qeyd eləmiş ki, işsizliyin sayı katastrofik artır. O işsizləri işlə təmin etmək niyyətləri varsa, çünki onlar tək işsiz deyil, onlar həm də az bir kütləyə çevrilirlər. O çox təhlükəlidir. Bunların qarşısını almanın yollarından biri də ondan ibarətdir ki, məsələn, 5 əlavə işçi götürən kiçik biznes, məsələn, vergiden azad olunur. Məsələn, 25 əlavə işçi götürən orta biznes vergiden azad olunur. Bu tədbirləri görmək lazımdır. Bu tədbirləri görmək lazımdır ki, həmin o kiçik biznesdir, orta biznesdir. Bunlar inkişaf eləsin. Bunlar, mən demirəm ki, bunlar nəsə gedib xaricdən alıb gətirib satsınlar. O xaricdən gedib alıb gətirib satmaq o bir nə orta biznesdir, nə də kiçik biznesdir. Bunlar kiçik biznes, orta bizneslər onlar ibarət ki, Azərbaycanın daxilində, məsələn, kənd təsərrüfatıdır, məsələn, nəsə sənaye məhsulu istehsal eləməkdir və yaxud nəsə tikinti obyekti tikməkdir, nə bilim nədir. Burada bu Azərbaycanın daxilində bunlar bu yolları axtarır, bu bizneslərini yaradır və insanları ora cəlb edir və o işsizlər qismən işlə təmin olurlar. Amma bu tamamilə onsuz da vergiden azad eləmir ki, insanlar orada maaş verilir. O maaşdan axıb onsuz da insanlar vergi verir. Axı o maaş var, onlara verilir. O maaşla onlar gedir nəsə məhsul alır. Əgər o məhsul gedib o məhsul alırlarsa, o maaş onlara verilir. Deməli, o məhsulu istehsal eləmək lazımdır. Yəni, iqtisadiyyatda bir tərpəniş başlayır. Bax, bu işləri görmək lazımdır. Bax, bu kiçik biznes, böyük biznes budur. Və tədbir və onun həyata keçirilməsi də mən deyəndir. Bu cür eləmək lazımdır. Suallardan biri belədir. Orta, yox, onu danışdım. Beynəlxalq aləmdə nələr baş verir? Türkiyə, Rus və ABŞ arasında münasibətlər, Kürd və Suriya problemləri, bu kontekstdə Azərbaycanın yeri, ABŞ Suriyada niyə liderliyi Ruslara verdi? Bu da çox maraqlı sualdır. Birincisi ondan başlayaq ki, mən son bir neçə yazıya rast gəldim. Bu yazıda qeyd olunur ki, Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasından danışıb Türkiyəni dağıtmaq istəyir. Bu, əlbəttə, belə bir əcaib yazıya rast gələndə adamın əl-ayağı yerdən üzülür. Çünki bu necə ola bilər? Bu necə ola bilər? Bu, Amerika Birləşmiş Ştatlarının bugün iki düşməni var yer kürəsində. Biri həmin bu Rus Federasiyasıdır, biri də ki, Çindir. Rus Federasiyası ona görə düşməndir ki, bu Rus Federasiyası ümumiyyətlə Rus imperiyası yaranandan bu günə qədər agresiv bir təşkilatdır. O agresiv bir ölkədir. Bu niyə görə agresivdir? Çünki az adam həmişə agresiv olur. Bu Rusiyadakı ömrü boyu acdır. Ömrü boyu burada ədalət, haqq ədalət yoxdur. Ömrü boyu korrupsiya, rüşvətdir. İstər Pyotrun vaxtında, istər Yekaterina'nın vaxtında, istər də Putinin vaxtında. Bilirsiniz, ona görə də bu adamlar agresivdir. Və bu agresiv adamlar gətiribdir dünyanın ikinci nüvə potensialına malik olan bir ölkə qrupları. Onun da ki, Sovet imperiyası qrupdur. İndi bu Amerika sözsüz bu agresiyadan qorxur. Sözsüz bu Amerika hansı ki deməli raketlərə qarşı müdafiə sistemi 80-ci illərdən Amerika bəlkə
bir 8-9 trilyon dollar pul xərcləyib ki, bu Rusiyanın bu raketlərinə qarşı müdafiə sistemi yaratsın. İndi o sistemləri də qoyub. Məsələn, qoyub, indi Polşada qoymaq istəyir, Balqarlar istəyir, Rumunlar istəyir, hamısı istəyir. Çünki hamısı da Rusiyadan qorxur, sözsüz. İndi sözsüz bu Türkiyə Amerikanın əməkdaşlıq elədiyi ölkələrdən biridir, özü çox vacib ölkələrdən biridir. Yəni 50-ci illərdən üzü bu tərəfə bu Türkiyə həmişə Amerikanın yanında olubdur. Amerika da həmişə Türkiyənin yanında olubdur. Ona görə sözsüz ki, Amerika heç vaxt Rusiya ilə Türkiyənin əleyhinə heç bir danışıq apara bilməz və aparmaz da. Türkiyənin Kürt problemi var. Və bu açıq gərək biz boynumuza alaq. Bu Kürt problemini təşkil edən əsas ölkələrdən biri də bu Sovet imperiyasıdır. Bu Ruslardır. Bunu da qanmaq mümkün deyil ki, bu Kürtləri birinci maliyyələşdirən Kürt deməli Fəhlə Partiyası yaradan və s. Bunların hamısı Ruslardır. Deməli, amma onunla yanaşı bu Kürtlər gərək biz boynumuza alaq. Kürtlər kiçik millət deyil, balaca millət deyil, böyük millətdir. Yəni, bu 4 milyona yaxın İranda var, hardasa 10 milyona yaxın Türkiyədə var, bir 3 milyona yaxın Suriyədə var, üst-üstə gələndə 20 milyona yaxınlıq bir xalqdır bu Kürtlər. Və bunları belə deyək ki, bu Sovet İttifaqı yolundan çıxardıb o partiyanı yaradandan bunlar başlayıblar mübarizə aparmaq və o mübarizəni dayandıra bilmirlər. Bu Türkiyə bu kifayət qədər əziyyət çəkir bu Kürt-Türk münasibətindən. Hər tərəfli həm insan tələfatına yol verir, həm hərbi əməliyyatlarda kifayət qədər material, deməli, texniki şeylərini itirir. Biz bu Türklər gərək o Osmanlı imperiyası ambisiyalarını qoyub qırağa, gəlib oturub bu Kürtlərlə bir əməlli, bir başlı bir adam kimi söhbət edirlər. İndi Kürtlərə icazə verirlər, Kürtlər öz partiyalarının seçkilərdə iştirak edib kifayət qədər yer toplayıblar. Bu kifayət qədər zəiflətdi, məsələn, zəiflətdi. Türkiyənin daxilində Kürt münasibətini. Amma bu Kürtlər tək orada deyil, İraqda var. Bayaq mən deyəndə İraqı demədim. İraqda çox böyük miqdarda Kürt var. Suriyədə var. İran Kürtləri sakitdir. Onlar özlərinin bu bir Kürtlər kimi aparır. Amma bu İraqdır, Suriyadır və Türkiyə tez-tez bunlara reyd eləyir. Reyd eləyir, yəni bu belə reydlərdir. Bilirsiniz, bombalayır, nə bilim, artilleriyadan istifadə edir, uşaqlardan istifadə edir və s. Və bu gərginliyin zəifləməsinə imkan vermir. Məsələn, bu Kürtlər öz xarakterlərinə görə bu Azərbaycanlılar kimi bir qədər liberal İslama qulluq edirlər. Baxmayaraq ki, sünnüdürlər, daha doğrusu sünnülər elə liberal olur. Yəni, Kürtlər Türklərlə eyni məsələ qulluq edirlər. Baxmayaraq ki, bunlar belə liberaldır, məsələn, o İslam xəlifətinin teröristlərinin əleyhinə çıxış edirlər, vuruşurlar, özə yaxşı vuruşurlar. Və bir tərəfdən də Türkiyənin hücumlarına məruz qalanda, əlbəttə, Amerika bunun əleyhinə çıxış edir. Bu o demək deyil ki, Amerika Türkiyəni dəstəkləmir
və Amerika hazırdır ki, Kürdlərə görə, məsələn, Ruslarla Türkiyə barəsində hansısa bir danışıqlara gedir. O mümkün olan şey deyil. O ki, qaldı Azərbaycanın bu məsələdə iştirakı və rolu yoxdur və ola da bilməz. Azərbaycan bu məsələdə nə rol oynaya bilər? Heç bir rol oynaya bilməz. Bu işə ümumiyyətlə Azərbaycanın qarışma şansı sıfıra bərabərdir. Bu bir çoxları deyir ki, Azərbaycan bir belə deyək ki, iqroq kimi, oyuncu kimi məsələn Londona çağırdılar. Yəni ki, belə də orada bir əhmiyyət kəsb edir Suriya ilə əlaqədar. Suriya ilə əlaqədar birinci mən çox böyük səhvə yol verdim o vaxtı o London səfərinə izahat verəndə onu qeyd elədim Facebookda. Çünki mən oxudum, hər yerdən oxudum ki, bu adamı bizim prezidenti deməli Cameron dəvət edib öz ölkəsinə. Sonradan məlum oldu ki, bunu Cameron dəvət eləmir. O konfransı keçirmək üzrə nümayəndələr var. Almaniyadır, nə bilim, ərəb ölkələrindən kimlərdirsə və s. və s. Biri də Camerondur. Bunlar ümumi bir məktubla kimləri iştirak etmək, kimlər ki iştirak etməlidir orada, yaxud kimlər ki müsəlmandır, əsas bütün o konferansa dəvət olunanların 90% müsəlmanlardır, müsəlman ölkələridir. Onları dəvət ediblər və nəticə etibarı ilə bizim prezidentimizin Londonda heç bir görüşü olmadı, heç kiminlə. Orada heç ümumiyyətlə həmin o konferansda bu böyük ölkələrin liderlərinin heç bir iştirak eləmədi. Bir Xorvatiyanın, o Xorvatiyanın prezidentinin də görüşü, əgər siz gördünüzsə, heç bir binanın içində olmadı. O konferans keçirilən yerin o foyesində keçirildi. Ona görə Azərbaycan burada heç bir rolu ola bilməz. Azərbaycan sakitcə gözləməlidir bu regionda nələr baş verir. Başqa bir belə deyək ki, əlamatlar bir hərəkət edə bilməz. Mümkün deyil.